Bugün sizlərə, dəyərli izləyicilərimiz, əsl həyət evini təqdim edəcəm ki, ailə tərkibi geniş, büdcəsi az olan alıcılar üçün şəxsi tikili, yerdən kürsülü, nəhəng, bir mərtəbə, 5 otaq, 4 sot torpaq sahəsində inşa olunmuş bir ev. Evin 4 bir yanına hərəkət etmək olur. Evlər arasında məsafə saxlanılıb, bütün tikinti standartlarına uyğun şəkildə inşa olunmuş şəxsi bir evdir. Həyət də maşallah olsun genişdir. Burada belə bir bağ sahəsi ayrılıb, ehtiyat su çəni var. Həyətində əlavə olaraq sanitar qovşağı üçün və əldamı üçün yer ayrılıb. Bir daha da qeyd edim, evin 4 bir yanına tam rahat şəkildə keçib hərəkət etmək olur. Yerdən kürsülü bir evdir və şəxsi illərin yaşanılmış bir evidir ki, təmir indi yenilənib, çox gözəl şəkildə həyət tametdaşlarla üzlənib. Həyətə rahat şəkildə bir neçə avtomobil daxil ola bilir. Ətraf villalarla əhatə olunub. Yerləşmə yeri hardadır? Yerləşmə yeri Masazır qəsəbəsində Xırdalan dairəsinə yaxınlığı ilə seçilən Cantəpə ərazisindədir. Bu ərazi də yəni həm hündürlüyünə görə seçilir, həm marşrut yoluna yaxınlığına görə, həm də şəhərə çıxışının rahat olmağına görə seçilir. Baxın, görürsünüz necə gözəl bir evdir. Hər bir tərəfdən məsafə saxlanılıb, hündür zirzəmisi var. Həyət də maşallah olsun elə bir genişlikdədir ki, toy bayram etmək olar həyətdə. Ətrafda da ki, evlər, sağ-sol qonşular 2 mərtəbəli şəxsi tikili villa üslubunda inşa olunan bir evlərdir. Qiymət 125 min manatdır. Sənədimiz kupsadır. 4 sotda kürsülü, 5 otaqlı bir həyət evidir. Bir daha da qeyd edirəm, Cantəpə ərazisində yerləşir, 142 nömrəli marşrut xəttinə çox yaxın yerdədir, Xırdalan dairəsinə yaxındır, ərazini tanıyanlar bilər. Giriş isə istipol kollektor sistemi, baxın burada yığılıb, qapılar da hamısı gördüyünüz kimi yaxşı bahalı qapılardır. Sanuzel, duş kabini üçün yerinə kimi ayrılıb hazır vəziyyətdədir. Otaq sayı çoxdur. Doğrudan da çox gözəl bir, yaxşı, maraqlı bir proyekti var. Belə evlər, yəni bir mərtəbəli 5 otaqlı evlər həmişə satışda olmur. Belə ev axtaran alıcılar üçün gözəl təklifdir. Otaq sayı çoxdur. Bura bir otaqdır, yataq otağı kimi, qonaq otağı kimi də istifadə etmək olar. Məsafəsi çox böyük olduğuna görə həm qonaq otağı kimi istifadə etmək olar. Burada evimizin belə bir otağıdır. Bura nəzərdə tutulub qonaq otağı kimi, qonaq otağından yataq otaqlarına bölünür. Burada bir otaqdır. Bütün pəncərələr də ki, öz həyətinə baxır. Burada digər bir otaqdır. Yenə öz həyətinə baxır. Baxın, pəncərə kənarları hamısı mərmərdir. Baxın, bu hissələr hamısı mərmərdir. Burada isə evimizin yerləşir sonuncu otağı. Ha belə. Hörmətli izləyicilərimiz, buyurub, rəng edib maraqlana bilərsiniz. Sizin də satışda mülkünüz varsa, satışını bizə etibar edin. Sağ olun.